Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nu daimu ala a'daihim ecma'in. Deməli, biz İbn Teymiyyəni müdafiə edən cahil vəhabiyə sübut eləyəndən sonra ki, sən özün deyirsən ki, səhabini söyən zindiqdir. Pəs İbn Teymiyyə də deyir ki, sahabələr əlini söyürdülər. Pəs buyur, həmin sahabələrin haqqında zindiq sözünü tətbiq elə. Və həmçinin sübut elədik ki, sən deyirsən ki, Allahın rizayəti onlar üçün daimidir. Bəs onda niyə görə Allahın daim razı qaldığı İmam Əlini əleyhissalam sahabilər söyürdülər? Nə qərət edirdilər? Hansı özlərində hansı gücü tapmışlar, hansı dəlili tapmışlar ki, ona əsasən söyürdülər? Və bunlar haqqında danışdıqdan sonra məlum olduğu kimi Vəhabi neynədi? Fırlatdı bir dəqiqənin içində ki, İbn Teymiyyə söz gəlişi deyib onu. Və yaxud da Nasibilər söyürdü, ola bilər də sahabə də olsun. Halbuki bu İbn Teymiyyə sözünü fırlatmaqdan başqa bir şey deyil. İbn Teymiyyə deyir ki, söyürdülər, ola bilər demir. Və söz gəlişi deməsi də fırlatmaqdan başqa bir şey deyil. Niyə görə? Çünki ondan qabaq dəqiqələrlə uzun-uzadı danışır ki, tarixi bəhs açıb mənim üçün ki, bəs o Osmanın qatillərini təhvil verməli idi, ağıl öyrədirdi İmam Əliyə əleyhissalam, özünü İmam Əlidən ağıllı hesab edirdi. Və buna görə bəs o sahabilər söyürdü. Amma gördü ki, öz əqidəsi puç oldu, darmadağın oldu, cahil və zəlalət əhli olduğu üzə çıxdı, başladı fırlatmağa. İndi də təzə söz tapıb, keçib başqa bir sözə deyir ki, İbn Teymiyyə bunu tarixi bir məsələ olaraq nəql eləyib. Bu İbn Teymiyyə təən ola bilərmi? Və sonra deyir ki, əlini bir qism sahabə və tabiinlər buğz etdilər və s. İndi, baxın, burada önəmli bir məsələ var. İbn Teymiyyə bunu xəbər kimi gətirir. Yəni tarixdə baş vermiş bir xəbər kimi. İndi tarixdə baş verilən bir xəbər vermək, bu xəbər verən üçün tənə edilməyə səbəb ola bilərmi? Təbii ki, yox. Təbii ki, yox. Əgər Şeyxülislam İbn Teymiyyə desəydi ki, məsələn, əlini söyüblər, düz eləyiblər, doğru eləyiblər, yaxçı eləyiblər və s. Onda kimsə çıxıb İbn Teymiyyəni bunda ittiham eləyə bilərdi. Ki, sən düz danışmırsan və s. və s. Şeyxülislam İbn Teymiyyə sadəcə tarixdə baş verən hadisəni xəbər verir ki, Əli barədə belə əhvallar var idi, belə hallar var idi. Allahu Ekber. Və bu, Şeyxülislam İbn Teymiyyənin Əliyə tənə etməsidir, təbii ki, yox. Və ya sahabələrin, bir qism sahabələrin və ya tabiinlərin Əliyə buğz etməsi küfürdür, təbii ki, yox. Asilikdir, təbii ki. Biz İbn Teymiyyə təən ola bilər söhbətini açmışıq məgər? Yəni sən niyə özünü cahilliyə vurursan axı? Yəni sən başa düşmürsənmi mən nə deyirəm? Mən deyirəm sahabələrin haqqında hökm ver. İbn Teymiyyə xəbər verməyib dəxli yoxdur. Hərçənd ki İbn Teymiyyənin o sözlərinin mənası ilə onun İmam Əli əleyhissalam qarşı nasibi olduğunu göstərir ki, gələn bəsdə inşallah oxuyacağam, göstərəcəm orada onun sözünün mənası nədir və necə müdafiə edə bilərdi İmam Əli əleyhissalam. Müdafiə etmir. Boş-boş orada dastan açıb. Lap deyək ki, hələlik, ona gələn dəstə inşallah qeyd edəcəyəm. Lap deyək ki, hələlik, yaxşı, bu tarixi hadisə nəql edib, xəbər verib. Biz onun xəbər verməməsi ilə bizə dəxli yoxdur, biz onu araşdırmırıq ki. Bizim bəhsimiz budur ki, bu insan deyir, söyürdülər və sən də etiraf edirsən ki, bəli, söyüblər. Bu səbəblərə görə söyüblər, Osmanın qatillərini təhvil vermədi və s. səbəblərə görə. Biz də dedik ki, sizin əqidənizə görə səhabəni söyən zindiqdir. Özün dedin ki, Əbu Bəkirin haqqında bəhsin axırında dedin ki, bunu din deyir, peyğəmbər deyir, İmam Əli əleyhissalam deyir, şiə alimləri deyir və s. Bəli, indi buyur həmin zindiq sözünü İmam Əli əleyhissalam söyənlərin haqqında tətbiq elə. Amma sahabələri söyənin zındıq və s. olmasına ki, Qasım Səfərov deyir, 4-cü məsələ, bunu biz demirik ki, bunu Allah Rəsulü deyir. Nəinki Allah, bu barədə bizdə hədislər var. Hətta Əhl-i Beyt imamları deyir. Hətta şiə alimləri deyir. Hətta Əli ibn Əbi Talib deyir. Deyir ki, yox, onlar üsyan eləyiblər, söyüblər. Necə yəni üsyan eləyiblər, söyüblər? Hər nə eləyiblər, bir qələt eləyiblər də, hökm verir haqlarında. Bu əqidə sənə çatıbsa ki, sahabəni söyməyə zindiqdir, onlara da çatmış olur. Onlara da mütləq çatıb. Sən sahabələrin ağıllı deyilsən ki. Deyirsiniz, onlardan din öyrənmişik də, özünüzü onları sələf hesab edirsiniz, özünüzü sələfi deyirsiniz. Yəni, onlara mənsub olan şəxslər. Deməli, onlar bilirdilər ki, sahabəni söyməyə zindiqli idi. Söyüblərsə, deməli, zindiq sözünü yapışdırırlar, etiraf elə ki, zindiqdirlər. Necə olur ki, bir məsələ əgər sahabəni söyməyə zindiqli idisə, bu hansı Quran ayəsi, hədisə əsasən sahabələr bundan istisnadır? Yəni, Qasım hansı Əbu Bakirin, Ömərin, Muaviyyənin haqqında sünni mənbələrində gələn o sözlər ki, xaindir, ondan sonra
deyək ki, bəğidir və sair məsələləri desə zindiq olur. Amma sahabini hansı peyğəmbər, hansı Quran ayəsi istisna eləyib ki, o əlini söysə o zindiq olmur, o isyankar olur. Sonra da heç isyanı da siz qəbul etmirsiniz onun haqqında. Bütün sahabeləri adil hesab eləmisiniz. Ki bu mövzuya girmirəm, istəmirəm, yəni təzə bu sözdən götürsün, 50 dəqiqədə başqa mövzulara keçsin. Bunu tətbiq elə sahabələrin haqqında. Yəni özün gəlib çatmısan bu yerə, bura qədər etiraf eləmirsən, sahabəni söyən zindiqdir, onlar əlini söyürdülər və s. Əli də bir sahabədir. Buyur, onların haqqında hökm verginə. Yenə də gedirsən başqa bəhslərə, dediyin bütün bəhslər ki var, hamısında onların cavabı var. Mən sadəcə istəmirəm onların birinə cavab verim, sənin əl və bəhanə düşsün, yenə də başqa mövzuya keçəsən. Ona görə etiraf eləmirsən ki, o bir mövzularda cavab almayasan. Sən o dediyin Səqələyn hədisidir, İmam Sadiqin əleyhissalam saqqal söhbəti, fədək və s. imamət və s. məsələlərin hamısına alternativ oturmusan orada, cəmaatı allatmaqdan başqa bir iş görməmisən. Sənin qabağına dəlillər qoyarıq bizim mənbələrimizdən, sənin öz mənbələrindən. Birini gizlədib, birini oxuyursan yalandan. Alternativsiz rahatdır insanlara danışmaq. Bu mövzudan qaçma. Bu mövzunu etiraf elə, ondan sonra başqa dediyi mövzuları da bəhs eləyərik. Və dediyimiz məsələlərin heç birinə cavab vermir, ötürü keçir məsələnin üzərindən. Müslimdən dəlil qoydu, qabağına cavab vermədi. Osmanı söyürdü, Əmmar Mədinənin küçələrinə cavab vermədi. İmam Əli əleyhissalam həmçinin Öməri, Əbu Bəkir yalançı xain bilirdi, buna cavab vermədi. Muaviyə deyir, Əli gətirib Əmmarı döyüş meydanına, odur bəği. Təən eləyir, söyür, imamı pis söz deyir, buna cavab vermədi. Çünki əqidəsi darmadağın olur. Heç bir mövzuya cavab verməyib. Boş-boş açır orada 40-50 dəqiqə başqa mövzulara gedir. Yəni mövzumuzdan yayınmaq üçün və biz də icazə vermirik başqa mövzulara getməyə. Ya sən buna etiraf edirsən, ondan sonra keçirik başqa mövzuya, ya da başqa mövzuya keçidi yoxdur. Bu hilələri biz çox görmüşük. Velhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin.